Məmmədov Zakir Sahiboğlu şirkətdə işləmişəm vaxtıyla. Hal-hazırda şirkətdən neçə ayda çıxmışam. Hansı şirkətdir? Manilla İsmailoğullarına məxsus. Hoşum vaxtıyla bu yalvardı mənə, çox yalvardı özdə. Çox pis vəziyyətdə idi. Əl çəkmədi ki, gəl bir ilə işləyə. Bir yerdə işləmişdik vaxtıyla. Belə tanıyırdım necə adamdı, adamlığını. Amma sonrası elə oldu ki, təzdən yenə yalvar yapışdan sonra yenə yazdığım gəldi. Buna qayıtdım bundan işləməyə. O da öz söhbətində qayıtdı ki, arxamızda yanan var. Mamed adlı bir şəxsdir, bilmirəm, bank işçisi deyildi. O bizi qoymayacaq batmağa. Oraya da bir şeyə qol çəkmişəm ki, narahat olma. Nə qədər pul qoysaq, o verəcək bizə. Mən də başqa bir sahədə iş görürdüm. Olağan pulun hamısını yönəltdim bunun şirkətinə. 6 dayvası vardı, 108 marşrutda. Bir silesarı yox idi, bir mexaniki yox idi. Özü silesarlıq eləyirdi. O səbəblərlə getdim silesarda, mexanikdə hər cür şərait yaratdım. Az-çox Bakı şəhərində məni nəqliyyatda tanıyanlar var. Çoxdur tanıyanlar. Özüm yaxşı işçi olmuşam. Bu vəziyyətlə 31 dənə dayva yığdım. Zibilxanadan görəsiniz sədə zibilxananı. 31 dayva yığdım, düzəltdim. Hər şey qaydasına düşəndən sonra bilmirəm kimin təsirinə düşdü. 2-3 dəfə mənə qayıtdı ki, mən yenə Türkiyəyə getdim. Sən Türkiyəyə gedib mənim evimi yıxmaq istəyirsən, mənə 4 dənə banca salıb. Mənə elə bir vəziyyətlərə salıb ki, mən bunun yanına gələndə əla vəziyyətdə kredit zad bilmirəm, bank bilmirəm nə olan şeydir. Maşınım kreditsiz idi, indi maşınım da kreditdədir. 4 dənə də hal-hazırda bu da bank ödəyirəm. İndi də mənimsiyib pullarımı, yalandan mənə 42 min maaş yazır. Çatanı şərləyir də hoşumda. Bilməm, ölən ayağında da ona görə eləyir, yaşı o deyil, ona görə eləyir, başa çıxa bilmirəm bunu. Qarşı tərəf dediyiniz kimdir? Ad soyadını da yazın. Qurbanov İsmailov Qurbanəli. İsmailov Qurbanəli, Nadir oğlu. Gedək qaraca baxaq ona. Gedək. Siz burada nə ilə məşğul? Mən burada o şirkətində bir olmuşum. Belə bir şərik deyil, mənə nə müdürə şərik. Sən mənim yerimdə oturmalısın, bura mənim yerimdə, sənin yerində. Ağlaya-ağlaya mənə durub stol verir, krislosunu deyildim, otur yerində. Sən ağsaqqalsın, sən otur, mən özüm əllə eləyəcəm hər şeyi. Bütün bilənlər bilir, silesarlardan tutmuş, mexaniklərdən tutmuş, hər kəs bilir ki, mən bu şirkətdə buna nə elədim. Yalandan ağzına gələnləri yazır ora, apar 49 min qoymuşam raskodu qabağına, özdə mexanikin əli ilə. Tezdən götürüb bu 49 minin altından yazır, düzələcək. Sonra gəlirəm, durub mənə qucaqlayıb öpür, gözlərindən ağlaya-ağlaya ki, bu bizim ailə sirrimizdir. Apar qoy evə, hamısını verəcəm. Bu ailə sirridir, 42 min maaş yalandan. Bu, mənim 200 neçə minimi mənimsəmək üçün başlayıb ancaq belə bir şeylərə əl atmağa. Bura Xırdalan qarajıdır, bura Mamedə məxsusdur bu qarajda. Fatmiyə qarajı var, özünə məxsusdur. O qarajda yaman gündə gelib görmək olar oranında. Burada yığdığım maşınlar da hamısı göz qabağındadır. Zibilxanadan götürüb yığmışdım bunların hamısını. O mənim başıma belə oyunlar açıb. Bu qırmızı maşınlar da deyildi ki, onu sənin də onu mənim yığdıraq ailəmizin çörəkliisi olsun. O şimdi nə sözlər verdi, heç birində başına dəysin onu. Nə qədər vəsait qoymuşsunuz bura? Təmin mən oradan 270 min pul almışam, 290 min pul almışam həmin şirkətdən, Kabil zavod şeydən. Kabel biznesindən. Bəli. Kəndli rayonlarımız işğaldan sonra hamısını işıqlandırmağın kabelinə köməkli eləmişəm. Oradan da cəmin mən zavoda 20 min pul vermişəm o pulun qarşısında. Bugünkü gündə 123 min bugünkü gündə mənim o zavoda borcum var. Yəni siz bura qoyduğunuz 270 mini geri ala bilmirsiniz də? Xeyr, 1 manatdır. Qurbanəli İsmailov nə deyir vəsaitinizin geri qaytarılması ilə bağlı? Yalandan mən pullarımı silmək üçün yazıra 42 min maaş vermişəm. Sizin imzanız var həmin o pullarda? 42 min 42 manat deyil, bunu adama şər atsın. Bu adamın cibində pul olmurdu, psixoterapiyasını töküb maşını sürməyə, ağlayırdı qabağımda. Cibinə çıxardıb 100-200 qoyurdum. Belə bir vəziyyətlərlə bunu getdim, çıxartdım bu yerə. İndi gördü vəziyyət burada belədir. Oğlun adına firma açdı təzədən, nədir ki firma açmaq? Açdı təzədən, təzə maşınlarla aform təzə. Genə Mamed kömək elədi buna. Bu adamın 7 milyon borcu var idi, təzədən oldu 10 milyon. Mamed kimdir? Vallahi işlədiyimə görə bank müdürüdür.
Belə mənə həmişə gəlirdi ki, Məmməd müəllim sənə salam göndərdi, sağ olsun dedi, belədi. Sonra reşkita ilə Məmməd adı çəkdi nə bir şey. Bunun mənə bir dənə dediyi o idi ki, Məmməd müəllimin elə bir yerə qol çəkmişəm ki, o söhbət bizi qoymaz o batsın. Bildiyimiz qədər bu Qurbanəli İsmayılovun mediada da yayılan xəbərlərinə görə 10 milyondan artıq dövlətə borcu var. Yəni bu batan banklar, bağlanan banklara əmanət borcu var. Bunların qaytarılması ilə bağlı hər hansı addım atmamışdan öncə bəs bu Məmməd dediyiniz bank müdiri buna necə kredit ayıra bilir? Mən də ona adamın bir manat banka borcu olur, o birisi banka vermir heç nə. Bu necə bu banklar buna pul verir, kimi necə alladır bilmirəm. Bu Məmməd müəllim buna nə əsasla bu qədər pulu verir, bu da mənimsəyib öz şellənir. Parnik qurur özü üçün kətdə. 400 minlik obyekt aldım mənim bu işə gələndən sonra. Bu adamın bu qədər borcu ola. Bu 400 minlik mülk aldı. Mən bu qədər borclarım oldu banklara, əlbəl. Özü də hamısını yaxşı bilir. Evimin qızıllarına kimi hamısını aparıb. 200 qram bu daha qızılım. Nəsimdəki bank nə idi? Yolun qırağında düz. Bax o bankdadır bu da. Qurbanəli bəy harda oturur? Sidmoyda otururum. Bəlkə qarşı tərəf kimi o da dinləyək. Buyurun. Buyurun. Bax mən onu istəyərəm. Bax bir yerdə bir dənə o mənə desin ki, sənə 42 min maaşı vermişəm. Bir dənə desin burada bir silə sərə maaş verib. Bir silə sərə olmayıb. Bu adam barada xarabaxanaydı. Qarac yaratdım. İndi bu yığılan maşınların hamısını mən yığmışam. İndi eşitmişəm təzədən onlar söküb zapsas deyib satır. Bu gecə xəbəri gəldi ki, zapsas istəyən var, qaraj satır ki, zapsas. Adətən aylıq məvacib verəndə ya karta köçürülür ya da ki qol çəkilir. Bir manat göstərsin. O gedəcək ofisdəsində, o Sidmoydakı ofisində. Oranın işi pulunu mən vermişəm. Hamısı kağızdadır. Özü yazıb. Mən heç nə yazmamışam. Nə var hamısını özü yazıb. Mən pulumu mənimsəmək üçün başlayıb şər atmağa da. Bilmirəm, yaşından istifadə edir ki, bir gün sabah öləcək ona görə. Amma yox da, ölü bu qədər şey aparmaz dalayacam. Bir nəfər də sizdən biraz qabaq yenə çəkiliş var idi burada. Nə qədər sürücülər yığılmışdı bura. Hamısının pravalarına 3 min, 2 min, cəmaatın uşağı var. Hamısının pravası Lişeniyə gedib. Bu cərmələr necə yazılır bu şəxslərin pravasına? Qardaş, bilmirəm, bu qayyə nə sorğu göndərir. İşdən 5 ayla çıxmış adam necə cərmə gələ bilər? Bu hansı qanunda var? Mən işləmirəmsə, mənə necə cərmə gəlməlidir? Belə çıxır ki, nəqliyyatlar üzərində olan deyək ki, cərmələri kserex etdiyi sürücü vəsiqələri ilə yazılır. Bəli, yəni vəsiqələr sürücülərin özlərində, amma kopyaları... Bəli, hamısının kser kopyası var orada. Göndərir, apros göndərir, oradan da kimə istəyir pravasına yükləndirir. Bu maşınların bir dənə maraqlanın. Bu dövlətimizin sırf vergisi deyə bu. Bundan kimlərsə maaş alır, ailələrinə çörək pulu. Bir maşının vergisi, nə texs motoru var, nə sığortası var. 21 gündən bir cərimə gəlir, o da gəlir sürücülərə. Hansı qurumlara müraciət edir? Heç kimə də eləməmişəm. Deyirdi düzələcək. Bir ay bundan qabaq düzəlməyi mənə belə dedi ki, mənim sənə borcum yoxdur. İndi də yazıb çıxardıb. Bilir ki, mənə nə qədər borcu var. Özü də yazıb çıxardıb ki, mənim 198 min ona borcum var. Mən necə 198 min, necə neylədim sənə borcum olsun? Bir deyə bilərsən bunu. Amma mən deyə bilərəm, mən neynəmişəm. El aləm bilir ki, mən bu qarajda neynəmişəm. Bu qarajda bir işçisi yox idi. Bir o xəstə oğlu var idi, o da rəhmətə getdi. Allah cəmiləmlərimizə rəhmət eləsin. Qardaşım oğlu bunun şirkətində rəhmətə getdi. 2 maşının arasında qaldı. Bezaformut gizlətdim şirkətini ki, ziyan dəyməsin. Mən boğulluq elədim, o da mənə bunu elədi. Zakir bəy, kanallarınız vasitəsilə kimlərə müraciət edirsiniz? Qurumlardan xahiş edirəm, çox xahiş edirəm. Mən kasıb adamam, mən varlı adam deyiləm. Mən elə bir adamam ki, el aləm tanıyır. Mən yalanla Allah şahidimdir ki, işim yoxdur. Qorxaq adam yalan danışar, qorxaq da deyiləm. Amma haqqıma bu boyda haqqa girmək olmaz. Mən elə bir zavodun, elə bir dostumun zavoduna mən borclu qalmışam. Xəcalətimdən mən nə mən onu yığıram, nə o mənə yığa bilir. Ki o cür münasibətdə pozulmasın. Pozulacaq da bu aydın məsələdir. İlliyə, neçə ildir. Ki, qurban mənim başıma belə oynatır. Müraciətinizi eləyin. Xahiş edirəm, qurumlardan çox xahiş edirəm. Nə bilim, mən o həmişə özü yaxşı deyildi ki, savadsızsan. Bəli, savadsızam, amma çox gəzmişəm. Çox şey bilirəm. Mən utanıram belə şeyləri. Bu şeylər mənim işim olmayıb. Mən şikayət adamı deyiləm. Amma gör nə yerə gəlmişəm ki, çox pisdir vəziyyətim. Mənim 4 bankım, mənim əlbəl o qədər zavoda borcum. Bu şellənir mənim elədiklərimlə. İndi götürüb maşınlar da 156 nömrəli. Bizim marşrut deyildi bunlar. Arendaya verib. Bunu da bir gün gəlib söhbətini eləyəcəyik.
Bu marşrutdan da ona çox köməkliklər var. O da bilirəm kimindir, nədir. Amma bu marşrutu da almaq üçün müsabiqədə başqa qıraqdan maşınlar gətirib köməklik eləmişəm ki, müsabiqəni utsunlar. Bu maşınlarla müsabiqə utmaq olardı. Gəlib şəxsi maşınlar yığıb gətirib bu qarajın ortasında düzmüşəm. Gecə gəlib aynadan çəkiblər ki, bu 156 maşınlarıdır. Belə çıxır ki, Qurbanəli İsmailov dövlətin qurumlarını alladaraq müsahibələr əldə edir. Bəli. Bəli. Kimlə nə deyirsən get ver məhkəməyə. Başa düşmürəm bu məhkəmə biz həmişə qorxmuşuq ki, məhkəməyə gəlib çıxmasın işimiz. Bu məhkəmə nə qədər hasantlaşıb. Yerüstü Nəqliyyat Agentliyi yəni bu qədər mi gözü bağlıdır ki, bu maşın nömrələrin müəyyən eləmir ki, hansı marşrutda işləyir, haranındır bu? Aynaya bir dənə çikli maşın çıxandan axadı bilirlər. Amma bu boyda qaracı dağıdıb bilmirəm nə məsələdir də. Bu heç cür aydınlığını verə bilmirəm ki. Vallahi mən bir gün banka gedişməm olur, az qalırlar məni öldürsünlər. Amma bu boyda milyonların qabağında bu adamı nə narahat eləyən var. Əl-bəl borcu da siz nə qədərdir? Bir gün mənə qayıtdı, sırtılmışam mən zat. Dedim filan kəsin sabah vaxtıdır, söz vermişəm mən ona. Qayıtdı, mən görmürsən elə hamısı zəngeli yola verirəm. Dedim sən yola verə bilsən, mən yox. Qardaşınızın oğlunun ölümü nə vaxt baş verib burada? 9-10-cu aydır. 10 aydır qardaşınız 6 ay ondan qabaq. İstintaq orqanları bunu araşdırmadılar. Mən gizlətdim, burada bildirmədim mənə. Zakir bəy, yəqin kanallarımız vasitəsilə qurumlar baxar, sizin səsinizə səs verərlər. Biz gözəl respublikada yaşayırıq, gözəl respublikamızın başçısı var, yəqin bu işlə məşğul olanlar var. Çox xahiş edirəm. Mənim də 3 uşağım var, kasıb adamam, heç yerdə işləmirəm hal-hazırda. Bu mənim başıma belə oyun açır, çox pis vəziyyətə salıb məni. Mən tək deyiləm, o qədər adamı zibilə salıb ki bu, o qədər adamın haqqına girib ki, onu gördük qabağı da gedə bilmir. 2 oğlu var, institut qutarıb, savadlıdırlar, amma bir mapul qazanan bilirlər. 2 oğul olan 40 yaşı, 45 yaşı var. Bu şirkət bu günə düşə bilərdi. Deməli, oğlanların da zəifdir özüm kimi. Oldu Zakir bəy. Oldu, çox sağ olun. Demək, gördüyünüz kimi, dəyərli izləyicilərimiz, gördüyünüz kimi dövlətdən götürülən, kreditlə banklarda olan nəqliyyatlar bu vəziyyətdə sökülərək satılır. Bugün banklarda əmanət olaraq geri qaytarılmayan vəsaitlərin nəticəsi bundan ibarətdir. Yəni bu maşınlar sökülüb satılır. Gördüyünüz kimi. Bugün də verilən məlumata görə yığılmış işlət dayıvaların ehtiyat hissələri sökülərək satılır. Nə qarşılığında, niyə bilinmir. Hal-hazırda gördüyünüz kimi arxa-arxaya marşrutlar düzülüb, təmir adı altında yığırlar bura. Amma bir kadrda axşam baliyəcəyik, hansı ki o kadrda Fatmi Göradil istiqamətində yerləşən ərazidə qarajdır. Orada da eyni bu maşınlardan sökülmüş, dağılmış vəziyyətdə motorları çıxarılmış halda metalon kimi atılıb ora. Orada da Zakir bəy müsahibə verir ki, bunlar gördüyünüz kimi budur. Ehtiyat hissələr zaten hamısı ayrılıb qoyulub yerə. Hal-hazırda 156, 170 məqaləmizdə saytımızın girsəz Qurbanəli bəyin şəkli ilə bir yerdə görəcəksiniz. Məqaləmiz var idi ki, hansı ki 170, 156 və 107, 105 sayılı marşrutlar bu şəxs tərəfindən idarə olunur. Hətta burada gördüyünüz kimi 162 sayılı marşrutda da işləmiş bir nəqliyyatı var. Qırıq saxlaq edib gətirib atıblar. Üstündə də görürsünüz 156 yazıblar. Bu 156 xarab olmuş maşındır. Amma bu çoxdan dayanmış maşına oxşuyur. 156 sayılı marşrutun əgər qarajı olsaydı bura Qurbanəlinin olmazdı. Gördüyünüz kimi təkərlər zad yoxdur. Gördüyünüz kimi maşının içi ümumiyyətcə yoxdur. Dağıdıblar. Yoxdur. Eyni ilə marşrutdur. İndi hal-hazırda Qurbanəli bəyin oturduğu ofisinə tərəf gedirik. Görək buradan Qurbanəli
iddialarla bağlı hansı cavablar verəcək? Gördüyünüz kimi dövlət qeydiyyat nişanları da sökülür bu zərərlərlə. Bunların dövlət qeydiyyat nişanının sökülməsi özü bir qanunsuzluqdur. Bəyənin, paylaşın ki, hər birinizin şikayətini çatdıra bilək. Çox sağ olun izlədiyiniz üçün. Bəli, Qənimətlər Parkına oxşuyur çünki hal-hazırda gördüyünüz kimi sanki Qənimətlər Parkıdır elə bu. Faktiki olaraq müharibədə olan görüntüləri xatırladır. Sağollaşmaq istəyirdim. İzləyicimlər məsələyə gördüyünüz kimi baxın. Marşrutdan əsər əlaməti yoxdur. Həmçinin. Efiri bağlayıram. İnşallah yəqin ki ofisin qarşısında da yenidən canlı açarıq.